Məhəmməd müəllim, yadınıza salın. May ayının 4-də, axşam 22 radələrində harda olmusunuz? Axşam 22 radələrində, may ayının 4-də evdə olmuşam. Bunu təsdiq eləyən olarmı? Əlbəttə, bütün ailə üzvlərim təsdiq eləyə bilər. Çox gözəl. Bəs bu zaman sizin şəxsi maşınınız harda idi? Qarajda, Qaraj harda yerləşir? Məmmədiyarov qəsəbəsində. Yəqin ki, siz bəzən maşını sürmək üçün kimlərəsə verirsiniz, eləmi? Xeyr, amma bir dəfə olub, lap çoxdan. Axırıncı dəfə maşından nə vaxt istifadə eləmişsiniz? Axırıncı dəfə mart ayının 26-sında. Ondan sonra qarajda olmamışsınız, hə? Xeyr. Aydındır. Xahiş edirəm, tanış olun da qol çəkin. Axı nə olub ki? O olub ki, may ayının 4-də, saat 22 radələrində şəhərdə qarət olub. Qarət olunmuş şeyləri sizin maşında aparırlar. Ola bilməz. Təəssüf ki olur. Xahiş edirəm, gedək maşına baxaq.